Şeyx Sərdar Hacı Həsənli Əli İbn Əbi Talibin həyatı müxtəlif mərhələlərdən təşkil olunmuşdu. O, öz həyatını Peyğəmbərin yanında və Peyğəmbərsiz, müharibəli və müharibəsiz, sadiq dostlarla və xəyanətkar düşmənlərlə, küfrün təzyiqlərinə məruz qaldığı və müşriklərlə döyüşdüyü günlərlə keçirmişdi. Amma həyatının məqsədindən heç vaxt, nə şən günlərində, nə də acı günlərində, nə 25 il evdə oturduğu zaman, nə də xilafət kürsüsündə olduğu günlərdə dönmədi. Onun üzərinə düşən vəzifə dinini qorumaq və əmrlərinə itaət etmək idi. Əmir əl-Möminin Əlinin əleyhissalam həyatı heç kimə qaranlıq deyildir. Əlinin Kəbədən Kufənin mehrabına qədər olan həyatı bir axışla olub, dini sağlam olsun. Dinini qorumaq, sağlam saxlamaq üçün din ondan nə tələb edirdisə, bir an belə tərəddüd etmədən yerinə yetirirdi. Mənbə 21-ci cümə xütbəsinin 2-ci hissəsindən.